Qədim mədəniyyətin izləri ya yad planetlilərin aerodromu, Naska xəttlərinin mistik sirri. Perunun cənubunda yerləşən Naska səhrasında tapılan qədim yerüstü geoqliflər. Naska xəttləri hələ də yer üzündəki sirrini qoruyan nadir irsi miraslardan biri olaraq qalmaqdadır. Bu nəhəng şəkillər və xəttlər yalnız yüksəklikdən baxıldıqda görünən və təxminən 2000 il əvvəl yaradıldığı düşünülən abidələrdir. İlk dəfə Perulu arxeoloq Toribio Mejia Xespe 1926-cı ildə xəttləri sistematik şəkildə tədqiq edib. Lakin xəttləri yer səviyyəsindən müəyyən etmək faktiki olaraq qeyri-mümkündür. Bu səbəbdən onun barəsində ilk dəfə ictimaiyyətə geniş məlumatı 1930-cu illərdə Peru üzərində kommersiya məqsədi ilə uçuşlar edən təyyarələrin pilotları vermişdilər. Amerikalı professor Paul Kosok 22 iyun 1941-ci ildə bu sirli məkan haqqında araşdırma aparmış və xəttlərlə tanış olmuşdu. Xəttləri öyrənən alim fərqli astronomik nəticələrə gələrək ərazini dünyanın ən böyük astronomiya kitabı adlandırmışdı. Bu alimin ardınca xəttlərin xanımı kimi tanınan Alman Maria Reich araşdırmalara başladı. Reich 40 il boyunca xəttləri öyrənmiş və xəttlərin astronomik və təqvim məqsədli olması ilə bağlı nəzəriyyələrini irəli sürmüşdü. O, bu işinə görə 1974-cü ildə National Geographic-dən qrant almışdı. Maria Reich hətta səhra yaxınlığında kiçik bir evdə yaşayırdı ki, xəttləri ona zərər verə biləcək ziyarətçilərdən şəxsən qoruya bilsin. Yerdən baxdıqda, normal torpaqdan seçilməməsinə baxmayaraq, havadan baxıldıqda bu cizgilər bizlərə sanki nə isə göstərir. Qüsursuz dəqiqliklə çəkilən bu cizgilərin bəziləri hətta kilometrlərlə dağlar, təpələr boyunca uzanır. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Naska xəttləri Naska şəhərindən təxminən 400 km cənubda, Naska çölündə yerləşir. Bu ərazidə 700-dən çox həndəsi fiqur, 30-a yaxın heyvan və bitki təsviri, həmçinin 13 minə qədər müxtəlif uzunluqda xəttlər mövcuddur. Bu fiqurlar arasında quş, meymun, hörümçək, kaktus, yarpaq və digər müxtəlif şəkillər yer almışdı. Naska xəttlərinin yer səthindəki kiçik daşların yığılması və ya çıxarılması ilə yaradıldığı ehtimal edilir. Bu fiqurların yaradılmasında məqsədin nə olduğu hələ də mübahisə mövzusudur. Bəzi alimlər xəttlərin astronomik təqvimlər və ya dini mərasimlər üçün istifadə olunduğunu düşünürlər. Digər bir nəzəriyyə isə fiqurların yad planetlərlə əlaqə qurmaq məqsədi ilə yaradıldığını irəli sürür. Yad planetlərlə əlaqə qurmaq cəhdləri ilə tanınan yazıcı Erich von Dänikenin fikrincə, Naska çölündəki xəttlər qədim aerodrom rolunu oynamaqla yanaşı, bura gələn yad planetlərin qarşılanması üçün də bir növ vasitə olub. Son araşdırmaları isə Naska xəttlərinin qədim suvarma sistemləri ilə əlaqəli olduğunu göstərir. Arxeoloqlar bu xəttlərin altında yerləşən su kəmərlərinin mürəkkəb bir suvarma şəbəkəsinin bir hissəsi olduğunu müəyyən ediblər. Bu sistem Naska mədəniyyətinin nümayəndələrinin quraqlıq şəraitində belə su ehtiyatlarını səmərəli şəkildə istifadə etmələrinə şərait yaratmışdı. Bəzi nəzəriyyələrə görə Naska xəttləri astronomik məqsədlər üçün də istifadə edilmişdir. Məsələn, bəzi fiqurların günəşin doğuş və batış nöqtələri ilə uyğunlaşdığı müşahidə edilmişdir. Bu, qədim insanların astronomik biliklərə malik olduqlarını və bu bilikləri dini və ya təqvim məqsədləri üçün istifadə etdiklərini göstərir. Naska xəttləri 1994-cü ildən UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir və bu səbəbdən də uluslararası səviyyədə qorunur. Lakin təbii və insan mənşəli amillər bu abidələr üçün təhlükə mənbəyidir. Naska xəttləri hələ də bir çox sual doğurmağa davam edir. Onların yaradılma məqsədi, necə tikildiyi, hansı mədəniyyət tərəfindən inşa edildiyi barədə müxtəlif nəzəriyyələr mövcud olsa da, hələ ki bu barədə tam dəqiq məlumat mövcud deyil. Elə məhz bu müəmmalar Naska xəttlərinin dünya mədəniyyətinin ən maraqlı və sirli abidələrindən birinə çevrilməsinə səbəb olmuşdur.